2026-cı il dövlət büdcəsində neftin qiyməti 1 barel üçün $65 nəzərdə tutulub. Hazırda isə Azeri-Light markalı xam neftin qiyməti $100 ötüb. Bəs Azərbaycan neftinin bahalaşması sosial xərclərin, xüsusilə də əmək haqqı və pensiyaların artırılmasına səbəb ola bilərmi? Əgər aprelin sonuna qədər müharibənin uzana bilməsi ehtimalını və neftin yüksək qiymətlərin olması ehtimalını nəzərə alsaq, hardasa bu il ərzində Azərbaycan əlavə olaraq $1 milyard da çox əlavə gəlir götürəcək. Yəni nəzərdə tutulduğundan daha artıq gəlir götürə bilər. Gəlirlərimizin kəskin şəkildə artdığını nəzərə alsaq, ola bilər ki, təqdim olunmuş əlavələr və dəyişikliklərdən maaşların və təqaüdlərin artırılması ilə də bağlı qərarlar verilə bilər. İqtisadçılar bu artımın ən azı 10-15% civarında olacağını proqnozlaşdırırlar. Ölkəmizdə may və iyun aylarında dövlət büdcəsinə düzəlişlər edilməsi artıq bir ənənə halını alıb. Bu düzəlişləri nəzərdə tutan qanun layihəsinin mayın sonu və iyunun əvvəlində parlamentə təqdim olunacağı gözlənilir. Bundan öncə də belə bir qərar verilmişdi ki, hər il minimum əmək haqqı artırılacaq. İndi məsələn 400 manatdır. Bunun artırılması nəzərdə tutulur. Minimum təqaüdün artırılması nəzərdə tutulur. Amma ümumilikdə biz minimum əmək haqqı alanların və təqaüd alanların sayına baxsaq, böyük kəskin artım olmasa da, heç olmasa bir 10%lik artımın olması ehtimalı var. Hesab edirəm ki, bu ildə bu proses üçün biz nikbin fikir söyləyə bilərik. Çünki həm neftin qiymətinin nəzərdə tutulduğundan artıq olması, eyni zamanda digər iqtisadi fəallığımızın yüksəlməsi onu göstərir ki, dövlət büdcəmizin gəliri artıracaq. Minimum əmək haqqına da hər il baxılması üçün, yenidən baxılması üçün, deməli, qanunvericilikdə öz əksini tapan müddəalar var. Və bu baxımından həmin minimum əmək haqqına baxılması ehtimalı daha çoxdur. Bu isə o deməkdir ki, ilin ikinci yarısında minlərlə vətəndaşın gəlirlərində artım baş verə bilər. İndi diqqət hökumətin təqdim edəcəyi yeni büdcə paketində və iyun ayında keçiriləcək parlament müzakirələrindədir. Əsas məsələ isə neftin qiymətini yüksəldən amilin regiondakı müharibənin nə qədər davam edəcəyidir. Ləman Abbaslı, Qadir Əliyev, İlqar Abdullayev, İTV Xəbər.